İşıq qorxusu bu bir xəstəlik əlamətidir ya yox? Əksər hallarda xeyr. Onun əlaməti deyil. Düzdür, bilməliyik ki, açıq gözlər, tam ki, göy gözlər daha həssasdır işığa olmalıdırlar. Çünki adi bu pigmentdir də. Tünd gözlər adətən işığı daha az buraxır gözün içinə. Götürüb günəşə ağ kağız qoysaz, görəcəksiniz daha çox işıq, qara kağız qoysaz daha az işıq görəcəksiniz. Bu çünki işığı götürür o. Bu da eyni şey gözdə də baş verir. Xəstəliklər var, düzdür. O da adətən quru göz ola bilər, allergiya ola bilər. Bəzi insanlar buynuz qışada nəsə bir cızıq, narahatçılıq varsa, onlar gözə xeyli həssaslıq olacaq. Tam ki, o insan svarkaya baxır da. Svarkaya baxandan sonra necə gözdə işığa baxa bilmirsən. Su axır. O da nədir? Gözün üzəri, üstü yanır deyə soyulur. Da insan göz həssas olur işığa, suya, hər şeyə. Nəsə belə bir şey olanda siz həkimə müraciət edə bilərsiniz. Tam keçməsə də, o svarkanı demirəm, o tam keçir. Amma başqa bir əlamətlər, başqa bir xəstəliklər olanda tam keçməsə də həkimin müalicəsindən sonra heç olmasa o azalacaq.